Hörmətli kollegalar, hamınızı bu tədbirdə salamlayıram. Bu çıxışa görə, şəraiti verdiklərinə görə minnətdaram və bütün çıxışçılara uğurlar arzu eləyirəm. Bugün mən radikal və qoruyucu mastektomiya göstərişlər və əks göstərişlər barədə qısa məlumat verməyə çalışacağam. Mütləq deməli bildiyimiz kimi belə xəstələrdə preoperativ dəyərləndirmək mütləqdir belə bir xəstəni. Bunun üçün biz ultrasəs müayinəsi, bilateral mamoqrafiya, MRT müayinəsi, neoadjuvant öncəsi işarələmə, bu tel ola bilər, klip ola bilər və s. Müayinələr. Neoadjuvant əvvəli və sonrası görüntüləmə çox mütləqdir bizim üçün. Əsas da son görüntüləmə diqqətə alınır. Mastektomiya nədir? Mastektomiya süd vəzisinin tamamilə və ya qismən çıxarılması məqsədi ilə keçirilən cərrahi bir müdaxilədir. Bu əməliyyat süd vəzisi xərçəngi ya xərçəng inkişafının qarşısını almaq səbəbindən icra olunur. Hətta deməli 1961-ci ildən 89-cu illərə qədər çoxlu beynəlxalq randomize çalışmalar aparılıb ki, bunlarda da süd vəzisi qoruyucu əməliyyat sonraki radioterapiya ilə və mastektomiyanın ciddi bir fərq görsənmir. Bu da bu məqalələrdən ən önəmlisi 1985-ci ildə Fisher tərəfindən The New England Journal of Medicine'də çap olunmuş məqalədir ki, buna görə də 5 illik yaşama göstəricisinə görə deməli süd vəzisi qoruyucu əməliyyatlar ən az mastektomiya qədər effektlidir. Sonraki slaydda nəzər yetirsək, burada 20 illik yaşam göstəricisi qeyd olunub. Süd vəzisi qoruyucu əməliyyatlarla mastektomiyalar arasında və bu slayda görə də görsənir ki, yaşam göstəricisi, yəni sağ qalma nəticəsi hər iki qrupda eynidir. Lakin lokal recurrence süd vəzisi qoruyucu əməliyyatlarda daha çoxdur. Deməli, son illərin sistematik təhlilləri göstərir ki, erkən mərhələ süd vəzisi xərçəngi ilə xəstələrində süd vəzisi qoruyucu və radioterapiya ilə ümumi sağ qalma mastektomiyaya bənzər və ya daha yaxşıdır. 2013-cü ildən bəri çoxlu məqalələr, meta-analizlər aparılmışdır ki, buna görə hətta deməli süd vəzisi qoruyucu əməliyyatların mastektomiyaya görə sağ qalma yaşamı daha üstün olur. Məsələn, 10 illik müşahidədə süd vəzisi qoruyucu alanlarda sağ qalma təxminən 81% ikən, mastektomiya radioterapiya qrupunda təqribən 63% olmuşdur. Meta-analizlər bu əməliyyatlar olunanda ümumi ölüm riskinin mastektomiya ilə müqayisədə statistik olaraq aşağı olduğunu göstərir. Klassik randomize olunmuş tədqiqatlar süd vəzisi qoruyucu və mastektomiya arasında sağ qalma fərqi tapmasa da, müasir müşahidə tədqiqatlar süd vəzisi qoruyucu ilə sağ qalma göstəriciləri verdiyini təsdiqləyir. Deməli, əvvəllər süd vəzisi qoruyucu əməliyyatdan sonra yerli residiv nisbəti mastektomiyadan daha yüksək olmuşdur. Keçmiş tədqiqatlarda 10 illik residiv təxminən 8,5 və 2,3% mastektomiya zamanı olmuşdu. Ancaq radioterapiya metodlarının təkmilləşdirilməsi 5 illik yerli residiv indi təxminən cəmi 2%-dir. Ən son meta-analizlər 5 illik yerli residiv baxımından süd vəzisi qoruyucu və mastektomiya arasında əhəmiyyətli fərq tapmayıb və günümüzdə süd vəzisi qoruyucu və radioterapiya ilə geniş rezeksiyadan sonra lokal nəzarət demək olar ki, mastektomiya ilə eynidir. Lakin süd vəzisi qoruyucu əməliyyatlar üçün əks göstərişlər var. Bunlar hansılardır? Şişin süd vəzisinə nisbətən böyük olması, məsələn, kafi rezeksiya kosmetik cəhətdən və onkoloji baxımdan qənaətbəxş nəticə verməyə bilər. Autoimmun sistem xəstəlikləri, yəni radioterapiya qarşı həssaslıq səbəbilə toxuma toksikliyi riski artır və estetik baxımdan qənaətbəxş rekonstruksiyanın mümkün olmaması hallarda, yəni qənaətbəxş olmaması gözlənilirsə, alternativ yanaşmalara üstünlük verilə bilər. Mastektomiya göstərişlər hansılardır?
Yəni süd vəzi qoruyucu əməliyyatı əks göstəriş olduğu hallarda təbii ki, inflamatuar, yəni iltihabı süd vəzi xərçəngi zamanı, xəstənin seçimi, multisentrik şişlər zamanı, süd vəzi qoruyucu əməliyyat və radioterapiya sonrası lokal inkişaf edən və ya eyni döşdə ikinci primer xərçəng aşkarlanan hallar, anamnezdə döş qəfəsinə şua terapiya alan xəstələr, mammoqrafiyada geniş yayılmış şübhəli kalsifikasiyalar varsa və mutasiyalar bu BRCA1, BRCA2, TP53 və sairə genlərdir ki, hansılar ki, mastektomiya göstərişdir. Xəstənin seçimi bizim üçün çox önəmlidir. Çünki bəzi xəstələr radioterapiyanı sonraki dövrdə radioterapiyanı almaq istəmədikləri üçün və ya təkrarlanan müayinələri istəmədikləri üçün süd vəzi qoruyucu əməliyyat əvəzinə mastektomiyanı seçə bilərlər. Əgər hər iki müalicə üsulu klinik və onkoloji baxımdan uyğundursa, xəstəyə hər iki variantın üstünlükləri və çatışmamazlıqları aydın şəkildə izah olunmalıdır və xəstə ondan sonra öz seçimini etməlidir. Təəssüf olsun ki, hal-hazırda da bizim deməli praktikamızda belə bir xəstələr var, gecikmiş mərhələlərdə müraciət edirlər və təbii ki, belə xəstələr süd vəzi, nəinki süd vəzi qoruyucu əməliyyata göstəriş, hətta mastektomiya belə əks göstərişdir. Belə xəstələri təbii ki, neoadjuvant müalicəyə göndəririk və bu müalicədən sonra əgər nisbi effekt ala bilsək, biz radikal mastektomiya, yəni yalnız və yalnız radikal mastektomiya icra edə bilərik. Amma mastektomiya əks göstərişlər də var. Uzaq metastazlar, lokal irəliləmiş şişlər, ağır yanaşı xəstəliklər, xəstənin razılıq verməməsi və ya psixoloji uyğunsuzluq, nisbi əks göstərişlərə hamiləlik, xüsusən ikinci, üçüncü trimestrdə, süd vəzi xərçəngi zamanı süd vəzisində kəskin iltihabın olması və yaşlı xəstələrdir. Amma mastektomiyanın üstünlükləri ondan ibarətdir ki, tam süd vəzi toxuması çıxarılması lokal nəzarəti artırılır, əməliyyatdan sonra adətən radioterapiyaya ehtiyac olmur. Və yüksək riskli pasientlərdə iki tərəfli profilaktik mastektomiya xərçəng riskini demək olar ki, 90%-ə qədər azaldır. Mastektomiyanın çatışmamazlıqlarına gəlsək, bu cərrahi risklərdir, qanaxma, infeksiya, gematoma, seruma kimi ağırlaşmalar ola bilər, yara sağalması problemləri, dərialtı flebin nekrozu, yara ayrılması riski var. Aksilər cərrahiyyə nəticəsində qol hərəkətlərinin məhdudlaşması, sinir zədələnməsi, limfodem riski artır. Estetik və psixoloji baxımdan süd vəzinin itirilməsi özünə inamı azalda, cinsi həyat keyfiyyətinə pis təsir göstərə bilər və əlavə mastektomiyadan sonra əlavə əməliyyat rekonstruksiya ehtiyacı ola bilər. Yəni bu mastektomiyadan sonra 1-2 əlavə əməliyyat lazım gələ bilər. Çox bilirsiniz ki, çoxumuz burada yəni praktik həkimləri və hamımızda da mastektomiyadan sonra belə xəstələr görsənir və limf ödemdən düzdür son zamanlarda məndən öncə kollegalar da danışdığına görə genişləndirilmiş limfodiseksiya etmədiyimiz üçün belə hallarla daha az rastlaşırıq, amma öncələrdən bilirik ki, belə problemlərlə tez-tez rastlaşırdıq. Mastektomiyanın növlərinə gəlsək, var radikal mastektomiya, sadə total mastektomiya, dəri qoruyucu, yəni skin sparing mastektomiya və gilə qoruyucu mastektomiya, nipple sparing mastektomiya. 1991-ci ildə Todd və Lapper tərəfindən dəri qoruyucu mastektomiya anlayışı təqdim olundu. Sağlam dəri və intramammar qatın qorunması dərhal rekonstruksiyanı asanlaşdırdı və skin sparing mastektomiya dövrü başladı. Bunun bir neçə tipləri var bu əməliyyatın. Birinci növündə nipple areola kompleks ətrafındakı döş dərisinin çıxarılması. İkinci, nipple areola kompleksinin çıxarılması, medial və ya lateral uzantı ilə birlikdə əvvəlki biopsiya çapıqlarından da çıxarılması. Üçüncü tipdə nipple areola kompleks ətrafında, yəni periareolar çıxarılma və əvvəlki biopsiya çapığı üçün əlavə kəsik. Dördüncü tip,
nipple areola kompleksi daxil olmaqla daha geniş elliptik dəri çıxarılması ptozu azaltmaq üçün bu əsasən ptotik və hipertrofik süd vəzləri üçün tövsiyə olunur və 5-ci tipdə dəri və döş divarının tərs T şəklində çıxarılması, bu da təbii ki, ptotik və hipertrofik süd vəzləri üçün uyğundur. Mən texnikaları üzərində çox dayanmayacağım. Sadəcə bu tiplərdə ayrı-ayrı kəsikləri təqdim etmək istəyirəm ki, bu da yəni məlumat üçün. Skin sparing mastektomiya göstərişlər hansılardır? Duktal karsinoma in situ, birinci, ikinci mərhələ invaziv süd vəzisi xərçəngi, konservativ müalicədən sonra lokal residivlər. SCN rəhbərliyinə görə erkən mərhələli bioloji əlverişli invaziv xərçəng və DCIS hallarında skin sparing mastektomiya və nipple sparing mastektomiya təhlükəsizdir. Təbii ki, mütləq nəzərə almalıyıq ki, görüntülərdə gilə və dəri tutulması yoxdursa, gilə kənarları təmizdirsə, axıntı və PJT xəstəliyi yoxdursa. Süd vəzisi skin sparing mastektomiya ilə lokal residiv səviyyəsi qeyri-əməliyyatlarla müqayisədə oxşardır və metastaz səviyyəsi daha aşağıdır. 3739 xəstə üzərində 2010 meta-analiz aparıldı və lokal residivdə fərq yoxdur, amma uzaq metastazlar skin sparing mastektomiyada daha azdır və 5594 qadın üzərində digər aparılmış meta-analizə görə deməli skin sparing mastektomiya və mastektomiya arasında onkoloji nəticələrdə fərq yoxdur. Deməli, skin sparing mastektomiyanın üstünlükləri nədir? Yəni, burada dəri rekonstruksiyasında estetik nəticələr yaxşılaşır, submammar toxuma və dəri qorunduğu üçün simmetriya daha yaxşı əldə edilir. Araşdırmalar göstərir ki, skin sparing mastektomiya ilə rekonstruksiya olunan xəstələrdə qarşı tərəf süd vəzisi düzəliş ehtiyacı daha az olur. Təbii ki, bu əməliyyatlardan sonra mütləq rekonstruksiyaya ehtiyacı olur. Yəni, əgər xəstə razıdırsa, xəstə bundan imtina etmirsə, var dərhal rekonstruksiya, yəni mastektomiya ilə eyni anda aparılır. Gecikmiş rekonstruksiya, yəni adjuvant müalicə, bu istərsə şua, istərsə ximioterapiya tamamlandıqdan sonra aparılır. Var gecikdirilmiş dərhal rekonstruksiya, yəni əvvəlcə toxuma genişləndirilir ekspander vasitəsilə, sonra tam rekonstruksiya edilir. Və bu tədqiqatın nəticələrinə görə rekonstruksiyadan sonra dərhal rekonstruksiya zamanı cərrahi ağırlaşmalar, seroma və infeksiya riski bir qədər yüksəkdir. Amma postmastektomiya, şua terapiyası alan xəstələrdə dərhal və gecikmiş rekonstruksiyalar nəticəsi arasında ciddi fərq yoxdur. Deməli, bu şəkildə, slaydda təqdim olunan xəstələrin birində nipple sparing mastektomiyadan sonra dərhal rekonstruksiyadır, skin sparing mastektomiyada, digər xəstədə isə gecikdirilmiş rekonstruksiya, gecikdirilmiş dərhal rekonstruksiyadır. Deməli, üstünlükləri nədədir? Əlavə dərhal rekonstruksiyanın, əlavə çapıq yoxdur, tək cərrahi əməliyyat, müsbət psixoloji təsir, dərinin rəngi, teksturası və hissiyatının qorunması və təbii ki, sürətli bərpa. Nisbi əks göstərişlər aqressiv şişlərin döş divarına və ya dərisinə infiltrasiya etməsi və əvvəlki şua terapiyası, siqaret çəkmə dediyimiz kimi mühüm rol oynayır. Süd vəzisi hipertrofiya və ya ağır piylənmə, xəstənin gözlənti və anlayışına təsir edən psixoloji problemlər. Deməli, biz hansı əsas faktorları rekonstruksiya üçün nəzərdə tutmalıyıq? Bu, birinci, xərçəngin mərhələsi, ikinci, radioterapiyanın ehtiyacı, yəni olub-olmamağı barəsində qərarın verilməsi, limfodüyünlərinin durumu və təbii ki, xəstənin ümumi somatik vəziyyəti və arzusu. Deməli, yekunda demək istəyirəm ki, dəri qoruyucu mastektomiya üstünlükləri nədəndir? Yüksək estetik nəticələr, optimal xərçəng nəzarəti, dərhal rekonstruksiya imkanı, mütləq şəkildə
təcrübəli cərrah komandası olmalıdır, multidisiplinar qiymətləndirmə olmalıdır, uyğun xəstə seçimi olmalıdır və negativ şiş sərhədləri olmalıdır. Biraz nipple sparing mastektomiya haqqında, yəni gilə qoruyucu mastektomiya haqqında danışmaq istəyirəm. Bu nədir? Yəni bu dəri qoruyucu mastektomiyanı döş giləsi və areola kompleksinin qorunması ilə birləşdirilir. Bütün görünən süd vəsi toxuması çıxarılır. Döş giləsinin altındakı toxuma ayrıca götürülərək histoloji qiymətləndirmək üçün patahistoloqa təqdim olunur mütləq şəkildə və gilə və areola dərisinin qorunması ilə xəstəyə təbii ki, yaxşı kosmetik nəticə və normal anatomiyanın saxlanması təmin olunur. Belə deməli, bu nipple sparing mastektomiyanın 1-2 şəklini təqdim etmək istəyirəm. Deməli, bir neçə məqalələr var ki, 2009-cu ildə, 2016-cı ildə, yəni müasir məqalələrdir ki, bunlara görə də nipple sparing mastektomiyada xəstələrdə süd vəsi xərçəngi ilə bağlı psixoloji travması və mübarizə aparmaqla daha yaxşı imkanlar verdiyini düşündürür və belə xəstələrdə psixososial rifah və cinsi rifah səviyyələri əhəmiyyətli dərəcədə yüksək bildirilmişdir. Deməli, nə zaman nipple sparing mastektomiya düşünməliyik? Yəni, göstərişləri hansılardır? İlk növbədə bunlara profilaktik mastektomiyalar aiddir ki, BRCA gen daşıyıcıları və ya xəstələri süd vəzi xərçənginə meyləndirən digər genetik vəziyyətlər, mastektomiya zamanı xəstənin istəyinə bağlı kontrlateral sağlam süd vəzi profilaktik mastektomiya rekonstruksiya ilə və terapevtik mastektomiyalar, yəni limfa düyünlərində metastaz yoxdursa, klinik müayinə və görüntülərinmədə dilə tutulması sübut olunmayıbsa, siqaret çəkməyənlərdə şişin ölçüsü 3 sm-dən az olduqda və şişin gilədən məsafəsi 2 sm-dən çox olması. Profilaktik mastektomiya süd vəsi xərçəngi riskini azaltmaq məqsədi ilə sağlam süd vəsi toxumalarının çıxarılması əməliyyatıdır. Bu əməliyyat xüsusilə BRCA1 və BRCA2 gen mutasiyası daşıyan qadınlarda tətbiq olunur və bu əməliyyat süd vəsi xərçəngi riskini 90-95%-ə qədər azalda bilər. Əməliyyat qərarı fərdi risk faktorları, ailə anamnezi və genetik test nəticəsi əsasında verilir və bu əməliyyatdan sonra çox vaxt süd vəsi rekonstruksiyası planlaşdırılır. Çox danışılır bu haqda, təkrarlamaq istəmirəm, amma bildiyiniz kimi də Angelina Jolie 2013-cü ildə eyni səbəbdən, yəni profilaktik mastektomiya əməliyyatını keçirib və bu da xərçəng riskini əhəmiyyətli dərəcədə azaldı. Nipple sparing mastektomiya əks göstərişlər hansılardır? Deməli, şişlərin gilədən 2 sm məsafədən daha az yerləşməsidir, geniş yayılmış disiyəstə, multisentrik şişlər, limfa düyünlərinin pozitiv olması, neoadjuvant müalicəyə yaxşı cavab verilərsə, nipple sparing mastektomiya icrası nəzərdə keçirilə bilər. Əhəmiyyətli ptoz və ya böyük döşlər, aktiv siqaret çəkənlər, piylənmə, əvvəlki süd vəsində əməliyyat anamnezi və təbii ki, dediyimiz kimi döş nahiyəsində əvvəlki şua, döş qəfəsində şua terapiyası anamnezi. Burada mütləq əks göstərişlər hansılardır? T4 mərhələli xərçənglər, iltihablı süd vəsi xərçəngi, PCD xəstəliyi və klinik və ya radioloji olaraq gilə tutulması sübut olunmuş şişlər və ya patoloji gilə axıntısı. İdeal namizəd belə əməliyyatlar üçün kimlərdir? Kiçikdən orta ölçüyə qədər süd vəsi ölçüsü olan qadınlar, sağlam və siqaret çəkməyən şəxslər, minimal ptoz, kiçik ölçülü və limfa negativ şiş, gilə tutulmasına dair heç bir şübhənin olmaması. Üstünlükləri dediyim kimi tək mərhələli prosedurdur, xəstələr üçün daha asandır, gilə rekonstruksiyası və
döymə ilə müqayisə etsək, estetik cəhətdən daha yaxşı nəticə verir. Təbii rəngi qoruyur, təbii dəri çıxıntı və təbii forma. Deməli, sonunda bir şey demək istəyirəm ki, biz hamımız onkoloqıq, plastik cərrah deyilik. Bu əməliyyatları bilsək də, öyrənsək də, icra etsək də, yenə də bizim üçün bir onkoloq kimi xəstənin estetik görüntüsü yox, bunun gələcəkdə sağ qalma göstəricisi, proqnozu çox əhəmiyyətlidir və ona görə bizim vacib şərtlərdən biri odur ki, xəstə bizə müraciət etdikdə onu düzgün dəyərləndirməliyik, düzgün diaqnozunu qoyub və müvafiq müalicə taktikasını seçməliyik. Hal-hazırda, yəni düzgün əməliyyat texnikasını seçməliyik. Diqqətinizə görə minnətdaram. Teşekkür ederim. Özür dilerim. Programa göre daha taraflar seslerin sonunda. Ama aynı şeyse bir şartlı olsun. Buyurun. Kimi sual var mı? Ben bir tane sual dediğiniz aklım sözler oldu. Sual dediğiniz ki mastektomiyeden bir uşağa mualicesi sağ kalım 60 gün. Ama meme koruyucu eyni şey 80 gün var. Yani bunun bir süre mekanizmini başa düşmürəm. Böyük götürülür, bir de küçük götürülür. İkisini de şoğa görülür. Niye? Sağ kalımda... Yox, mastektomiyada şua terapiyası eləmir axı. 60 mastektomiya. Bu bir dəqiqə. Mastektomiya diyoruz. Mastektomiyalar daha gec mərhələdə müraciət etdiyi üçün biz şua terapiyası icra edirik. Süd vəsi qoruyucu əməliyyatları və radioterapiya birinci və ikinci mərhələli xərçəkdə daha çox istifadə edir. Yox, eyni mərhələli Önceden onu deməliyik Hə. ki, mastektomiya dedik. eyni mərhələli xəstələr deyil, ayrı. Şimdi segmenter mastektomiya dedik. Ama sonra mastektomiyalar sayıldı, segmenter mastektomiya türlü oldu. Segmenter mastektomiya türlü. Bu da yok. Ben de isterim. Onlar bu yerinden devam ederler. Nasıl? Tekrar sen de sual edin. Bilirsiniz mi? Resmi məlum. Siz bir hekim için. Nitekim məruzələrimiz kimi. Orqan qoruyucu əməliyyatlarda uzaq metastazlar mastektomiyadan artır. Niye? Bu bir deməli sonuncu Amerikanın SIR databaz yox, yəni bizim o qədər təcrübəmiz yoxdur ki, biz o tədqiqatların nəticələrinə əsasən qərar verə bilək və bu nəzəriyyə yəni tam olaraq təsdiqlənmiş yox, hələ ki nəzəriyyədir ki, əməliyyatdan sonra mastektomiyadan sonra süd vəsinin hansısa bir hissəsi qalmış ola bilər. Orada residiv əmələ gələ bilər və o da yəni uzaq nəticələrə təsir edə bilər. Amma deməli bu orqan qoruyucu əməliyyatlardan sonra şua terapiyası aparıldığı üçün və onlar da belə xəstələrdə daha tez mərhələdə müraciət etdiyi üçün bu deməli nəticə görünür. Hətta indi Amerikada düzdür, bizdə yoxdur o hələ ki databazımız yoxdur, amma Amerikada SIR databazına əsasən 200 min qadının üzərində aparılmış tədqiqatlar nəticəsində sırf bu yenə də deyirəm, hələ onun təsdiqi yoxdur, amma aparılan yəni tədqiqatın nəticəsində görsənir ki, hətta uzaq sağ qalma süd vəsi qoruyucu əməliyyatlarda daha yüksəkdir. 65, bəli, 85-ci ildə. Söhbət də ondan gedir ki, radioterapiya və şua belə xəstələr daha çox neoadjuvant müalicəsi alırlar. Neoadjuvant müalicəsi alırlar, sonra isə şua terapiyası ilə bu effekt möhkəmləndirilir və ona görə də çox yaxşı. Başka sağlayan var.